İran tərəfdən Naxçıvana dronlarla zərbələr endirilib. Bu nə üçün idi? Niyə idi? Və hələ də İran nəyi araşdırır? Şübhəli olan nə ola bilər? Bu zərbə sizin ərazidən gəlib. Deməli, sizin ərazidən gəlirsə, deməli, siz öz ərazinizi nəzarətdə saxlaya bilmirsiniz. Azərbaycan xalqının ürəyində İrana qarşı necə bir yara açdığını görürlər, anlayırlar. Üzr istəmə, bundan sonra, nə bilim, həmən şəxslərin cəzalandırılması olacaqmı? Yəni, bizdə belə bir təəssürat yaranır ki, hal-hazırda İranda hakimiyyət monolit deyil, parçalanıb, hardan idarə olunacaq? Bu regionda hamı ilə dalaşa-dalaşa, hamı ilə bir mübahisəli vəziyyətdə olurlar, nə qədər yaşaya biləcəyini düşünür. Deyirsiniz, içəridə satqınlar olub. Satqınlar olub və eyni zamanda teröristlər olub. Teröristlər? Eksklüziv müsahibə.